Yer kürəsi bizə verilmiş ən qiymətli mirasdır və bu mirası qorumaq artıq seçim deyil, məsuliyyətdir. Artan iqlim dəyişiklikləri, təbiətə təsirlər və enerji böhranları dünyanı daha təmiz və dayanıqlı həllərə yönəldir. Yaşıl enerji günü də məhz bu dönüşümün, bu ümumi çağırışın simvolu kimi qeyd olunur. Beynəlxalq enerji qurumlarının məlumatlarına əsasən, son illərdə günəş və külək enerjisi qlobal enerji balansında sürətlə artan paya malikdir. Dünyanın bir çox ölkələrində yeni bərpa olunan enerji layihələri həyata keçirilir, enerji infrastrukturu modernləşdirilir və karbon emissiyalarının azaldılması istiqamətində sistemli addımlar atılır. Bu proses iqlim dəyişikliklərinə qarşı mübarizənin əsas sütunlarından biri kimi qiymətləndirilir. Azərbaycan da bu qlobal prosesə uyğun olaraq bərpa olunan enerji sahəsində sistemli şəkildə irəliləyir. Naxçıvan Muxtar Respublikasında günəş enerjisinin tətbiq dairəsi genişləndirilir, enerji infrastrukturu müasir standartlara uyğun şəkildə yenilənir. Regionun əlverişli, təbii şəraiti bu sahənin inkişafının sürətlənməsində əsas amillərdən biridir. Muxtar Respublikanın zəngin günəş, su və külək potensialından səmərəli istifadə olunur. Belə ki, Babək, Kəngərli və Şərur rayonlarında günəş elektrik stansiyaları yaradılıb. Culfa rayonunda isə Muxtar Respublikada ilk olaraq külək-günəş hibrid elektrik stansiyası istifadəyə verilib. Eyni zamanda Muxtar Respublikada su elektrik stansiyalarının fəaliyyəti genişləndirilib və hazırda bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payı ildən-ilə artmaqdadır. Qeyd etmək istəyirəm ki, bu ilin 5 ay ərzində Naxçıvan Muxtar Respublikasında 193 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 109 milyon kilovat-saatı alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bu isə 5 ay ərzində ümumi enerjinin 57%-ni təşkil edir. Son illər regionda enerji infrastrukturunun yenilənməsi, enerji səmərəliliyinin artırılması və alternativ enerji mənbələrinin tətbiqi istiqamətində işlər görülür. Bu isə həm enerji təminatının gücləndirilməsinə, həm də ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir. Ötən ay, yəni may ayında Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanır. Belə ki, Muxtar Respublikalar arasında alternativ və bərpa olunan enerji mənbələrində ümumilikdə 52 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 46 milyon kilovat-saatı, yəni 89%-i su elektrik stansiyalarının, 6 milyon kilovat-saatı, yəni 11%-i güneş elektrik stansiyalarının payına düşüb. Bu da Naxçıvan Muxtar Respublikasında yağıntıların artması ilə birbaşa əlaqəlidir ki, su ehtiyatlarının çoxalması su elektrik stansiyalarının da daha səmərəli işləməsinə şərait yaradıb. Hazırda Muxtar Respublikada alternativ enerji sahəsində yeni layihələrin icrası istiqamətində işlər davam etdirilir. Qarşıdakı dövrdə Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi əsas məqsədlərdən biridir. Ölkə başçısı tərəfindən də bu istiqamətdə çox mühüm tapşırıqlar verilib və bu çərçivədə yeni elektrik stansiyalarının tikintisi, özəl investisiyaların cəlb olunması, enerji infrastrukturunun müasirləşdirilməsi və bərpa olunan enerji istehsalının daha da artırılması nəzərdə tutulur ki, bu da regionun enerji müstəqilliyini daha da gücləndirəcək. Sahil Əliyev, Tərlan İbrahimova, Samir Mehdiyev, NTV Xəbər.